Hər vaxtınız xeyir olsun. Zərfin cümlədə rolu, zərfin morfoloji xüsusiyyətləri ilə bağlı test izahlarımıza davam edirik. Toplu birinci hissə 11 illik deməli test bankıdır bu. Hansı cümlədə zərf yoxdur deyir. Birinci sualına başlayaq. Üzr istəyirəm. Başlayaq. Hansı cümlədə zərf yoxdur? Ana xeyli düşündü. Burada xeyli zərf var. Ondan sonra irəlidə bir irəli yer zərfi var burada. Axşam yağış yağmışdı. Nə zaman? Burada axşam zərfi var. Gələnlər ingiliscə dil mənasında yaratdığı üçün bu cacə zərf sayılır. Tamaşaçılar yeni zalda oturmuşlar. Yeni sifətdir, zal isimdir, o tamaşaçılar isimdir. Deməli, cavab Y variantı oldu bir də. Hansı cümlədə zərf yoxdur? Qoca güclə danışırdı. Mücərrəd mənalı sözlərə qoşulduğuna görə Lalə burada zərf yaradıb. Nə tərzdə danışırdı? Deməli, bu zərfdir. Ona görə də variantın üzərindən keçdik. Qoca çətinliklə danışırdı. Yenə həmin məsələ. Çətinlik mücərrəd isminə qoşulduğuna görə Lalə zərf yaradıb. Bu da həmçinin bunlar sifətdir qoca sözlər. Qoca təəccüblə mənə baxırdı. Yenə də təəccüb mücərrəd isminə qoşulduğu üçün Lalə zərf yaradan şəkildə hesab olunur. Qoca ehtiyatla ətrafa diqqət yetirirdi. Ehtiyat mücərrəd isminə qoşulan Lalə yenə də zərf yaradı burada. Qoca ağacla yeriyirdi. Burada ağac konkret isminə qoşulan Lalə qoşma sayılır. Deməli, burada isim üstəgəl qoşmadır bu ağacla sözü. Ondan sonra cümlənin birində zərf işlənməmişdir deyir. Hərdən bir görüşürük. Nə vaxt görüşürük? Hərdən bir. Deməli, zərf var burada, zaman zərfi. Ondan sonra axşam televizorda yaxşı veriliş olacaq. Nə zaman? Axşam. Deməli, bu da zaman zərfidir. Sözü deməzdən qabaq yaxşı fikirləş. Deməli, nə vaxt fikirləş? Deməli, sözü deməzdən qabaq. Əgər bu əvvəl, sonra, qabaq sözləri özündən qabaqki sözlə birləşərsə, suala cavab verərsə, onda bu sözlər sayılır qoşma. Ona görə də bu qabaq sözü sayılmır, amma yaxşı sözü burada zərf sayılır. Çünki necə fikirləş, nə tərzdə fikirləş. Ona görə bu variantın da üzərindən keçdim. Az danış, mənalı danış. Deməli, biz də görürük burada, yəni az miqdar zərfi var, mənalı danış. Deməli, miqdar zərfi və kəmiyyət tərz hərəkət zərfi var, keçdik. Elçin şəhərdə gəzir. Şəhərdə isimdir, Elçin isimdir. Deməli, variantımız budur. Zərf yoxdur bu cümlədə. Əvvəl sözü hansı cümlədə zərfdir? Yenə də dedik ki, əgər əvvəl, sonra, qabaq sözləri təkcə suala cavab verərsə, təkcə zərf hesab olunur. Yox, özündən qabaqki sözü ilə birlikdə suala cavab verərsə, onda qoşma sayılır. Hər şeydən əvvəl dərsə fikir verin. Deməli, nədən əvvəl? Hər şeydən əvvəl fikir. Deməli, özündən qabaqki sözlə birlikdə suala cavab verir. Zərf deyil burada. O müharibədən əvvəl müəllim işləyirdi. Nədən əvvəl? Müharibədən əvvəl. İkisi birlikdə sayılır və bunlar qoşma sayılır əvvəl sözləri. Dərsini əvvəl oxu, sonra istirahət edərsən. Nə vaxt oxu? Əvvəl oxu. Tək sualına cavab verir. Nə vaxt istirahət et? Sonra istirahət et. Deməli, burada zərf var bu cümlədə. Mən səndən əvvəl gəlmişəm. Nə vaxt gəlmişəm? Səndən əvvəl. Deməli, ikisi birlikdə. Yola çıxmazdan əvvəl maşınları bir daha yoxlayın. Nədən öncə yoxlayın? Yola çıxmazdan əvvəl. İkisi birlikdə. Nə vaxt yoxlayın? Deməli, bunlar da zərf deyil, oldu C variantı. Hansı sözlər həm zərf, həm də sifət kimi işlənə bilir? Həm zərf, həm də sifət kimi. Deməli, baxırıq görək hansından sonra feil işlədə bilirik, hansından sonra isim fikirləşə bilirik. Belə söz tapmalıyıq ki, elə cavab. Həm isim, həm də feil fikirləşə bilək ondan sonra. İti qaçır, iti addımlar. Götürdük. Həm zərf olmayan. Həm də sifət kimi daha doğrusu. Qəflətən gəldi. Qəflətən sözündən sonra isim qoyma bilmirəm. Ona görə bu yox. Ancaq zərf olur. Cəld adam, cəld qaçır. Bir də cəld adam da sifət. Cəld qaçır da cəld sözü zərf sayılır. Açıq söhbət, açıq danışır. Bir dəfə sifət, bir dəfə zərf ola bildi. Cəsarətlə döyüşür. İsim qoya bilmirəm. Ondan sonra ancaq feillər keçdik. Yəni zərf olur ancaq. Birdən gəldi. Deməli, bundan sonra isim fikirləşmə olmur, amma hərəkət bilən sözlər oldu. 1, 3, 4. B variantı. Ondan sonra cümlənin birində eyni sözün təkrarına yaranmış zərf işlənməmişdir deyir. Küçələrdə yığılan qarın üstündə qarğalar asta-asta. Deməli, biz görürük burada ki, asta-asta sözləri zərfdir. Necə gəzişirdi asta-asta?
və bu variant işlənməmişdir. Burada işlənib eyni sözün. İsmail dairəsi Səkinənin danışdığı nağılları tez-tez, burada da tez deməli zərfinin eyni sözün təkrarına yaranmış zərfi biz görürük burada. O sazda oxunan el mahnılarının sözlərini misra-misra yaddaşına hopdurmuşdu. Necə hopdurmuşdu? Misra-misra. Deməli, burada da eyni sözün təkrarına yaranmış zərf var. Nənəsinin danışdığı şirin-şirin nağıllar, şirin-şirin eyni sözün təkrarıdır, amma sifət sayılır. Çünki nağıllar isminə bağlıdır bu. Ona görə də cavabımız D variantıdır. Adamlar ya piyada ya da at qoşulmuş fayda rahat-rahat küçələrdən keçirlər. Rahat-rahat keçirlər sözünə aiddir. Yəni zərfdir, eyni sözün təkrarına yaranmış zərf sayılır. 7-ci cümlənin birində eyni ismin təkrarına yaranmış zərf işlənmişdir. Böyük bir ayı arxa pəncələri üstünə yavaş-yavaş suya girdi. İsmin təkrarından deyirsə əgər yavaş isim olmaz. Ona görə keçdik. Uşaqlar tez isim olmadığına görə bunu da üzərindən keçdik. Dəstə meşənin dərinliklərinə çatanda addım-addım budur. Deməli, addım-addım irəliləməyə başladı. Addım-addım başladı. Deməli, zərfdir və ismin təkrarından, eyni ismin təkrarından yaranmış zərf sayılır. Şirin-şirin sifətdir. Yəni, sifət olan zərfdir, yəni belə deyək, isim deyil. Xəfif-xəfif dənəçinin isim deyil. Xəfif sözü isim deyil. C variantı oldu. 8-də hansı nümunədə zərf işlənmişdir? Uşaq yıxıla-yıxıla böyüyər. Uşaq necə böyüyər? Yıxıla-yıxıla. Biz görürük ki, yıxılmaq feilinə Aə şəkilçisi artırılıb. Və bu feili bağlama şəkilçisi sayılır. Təkrarlanan feillərə qoşulan feili bağlama şəkilçisi hesab olunur bu. Uşaq ora-bura boylanırdı. Hara boylanır? Ora-bura deməli zərfdir. Özdə konkret yer ifadə eləmədiyinə görə, ona görə buna yer zərfi deyirik biz. Ona görə götürürük B variantını cavab kimi. Zərf işlənən cümlə kimi. Otaqdan otağa keçmək məni yorur. Otaq konkret yer ifadə elədiyinə görə yer zərfi sayılmaz. Şirin-şirin sifətdir. Çünki nəğmələr isminə bağlıdır. Başqa da yoxdur burada heç nə. Zərf yoxdur. Mən bunları görə-görə yenə də təkrarlanan feili artırılan Aə şəkilçisini görürük. Deməli, burada da feili bağlamadır görə-görə sözü. Hansı cümlədə zərf işlənməmişdir deyir. Uşaq oyuncaqla oynayır. Uşaq oyuncaq. Konkret isimlərə qoşulanda lalə ya qoşma ya da bağlayıcıdır. Oyuncaqla sözünə biz baxırıq ki, oyuncaq ilə, yəni oyuncaq ismi konkretdir. Ona görə də zərf sayılmır bu. Demək üzr istəyirəm. Sözü zarafatla deyərlər. Axı zarafat burada konkret yox, mücərrəd isimdir və bu da la zərf yaradan şəkilçi kimi hesab olunur. Maşın sürətlə zərf işlənməmişdi deyirik. İşlənməmişdi deyirsə əgər, elə A variantını götürək də onda biz. Çünki konkret ismə qoşulanda zərf sayılmır dedik. Ona görə də bunu götürək. Zarafatla zərf sayılır. Sürətlə mücərrəd isminə qoşulub, yəni də o həyəcanla həyəcan mücərrəd isminə qoşulub. Diqqətlə diqqət mücərrəd isminə qoşulub. Cavab variantı oldu. Hansı cümlədə zərf işlənməmişdi deyir. İstirahətimizi kənddə keçirməyə qərarı aldıq. Zərf, istirahət yox, kənd yox, kənd konkret isimdir. Keçirməyi qərarı aldıq. Zərf yoxdur cümlədə. Götürürəm A variantı. O astaca zərfdir. Hardan bilirəm zərfdir? Astaca açıb qapını. Hərəkətlə bağlıdır. İçəri var burada həmçinin. Yer zərfi. Qəfil görünən, qəfil sözü nə ilə bağlıdır? Görünən sözünə bağlıdır. Necə görünən? Keçdi bu da zərf olduğuna görə. Götürmürəm. Biz birlikdə bu işin öhdəsindən gələ bilərik. Birlikdə gələ bilərik. Feilinə bağlıdır. Necə gələ bilərik birlikdə? Deməli, burada da zərf var. Deməli, gec-tez hər kəs öz cəzasını çatacaq. Gec-tez çatacaq. Bax, feilinə bağlıdır. Gec-tez zərfdir. Hansı cümlədə zərf işlənmişdir. Anam şəhərdə qalmaq istəmir, kəndə getməyə tələsirdi. Biz baxırıq bu cümlədəki zərf üçün. Kənd, şəhər sözləri yer zərfi deyil, konkret yer ifadə elədiyinə görə isimlərdir bunlar. Mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim deyir. Baxırıq bura ki, nə vaxt gözəlləşən? Gözəlləşən feilimiz də bizim düzdürmü? Nə vaxt gözəlləşən? Gündən günə gözəlləşən. Deməli, gündən günə sözü zaman zərfi kimi götürə bilərik biz bunu. Və burada zərfimiz budur. B variantında zərf işlənən cümlə lazım idi də bizdə. Qoca nəfəsini, qoca sifət, nəfəs isim, dərmək feil, üçün qoşma, dayandı feil və bağlacı bizə
əvəzli baxdı feil. Yoxdur. O anasını görməkdən ötürü kəndə gəlmişdi. Kənd isimdir. Konkret yer ifadə elədiyinə görə sayılmır yer zərfi. Mən o evdə yaşamağa alışmışam. Ev konkret isim olduğuna görə variantın üzərinə keçdik. Nümunədə altına xətt çəkilmiş söz morfoloji baxımdan nədir? Yağış yağdı, gilə-gilə. Necə yağdı? Nə tərzdə yağdı? Ayaqqabım batdı gilə. Burada isimdir, gil, material adıdır. Yəni torpaq, məsələn palçıq, gil və ya belə bir şey. Amma burada yağış necə yağıb? Gilə sözü burada birbaşa kökdür, zərf olacaq. Cümlənin birində zərf işlənməmişdi deyir. Sözü deməmişdən qabaq yaxşı-yaxşı fikirləş. Nə vaxt fikirləş deməmişdən qabaq? İkisi birlikdə qoşulanda demişdik əvvəl, sonra qabaq sözü qoşma sayılır bu sözlər. Qoşma. Deməli, burada zərf işlənməyir. Amma yaxşı sözü var da burada. Tərz hərəkət zərfidir. Bu variant yox. Zərf işlənən cümlədir, yəni bu. Bizim meşələrdə hər cür ağac növünə təsadüf edilir. Bizim heç, meşə yer ismidir. Yer mənalı isimdir. Burada yoxdur axı. Burada zərf yoxdur bu cümlədə. Ona görə variantı götürərəm mən. Axşam televizora maraqlı verilişi. Bu təkrar sual oxşayır, elə bil. Axşam nə olacaq? Veriliş olacaq. Nə vaxt? Zaman zərfi. Az danış. Deməli, bu da zərfdir. Az feilinə bağlıdır. Hərdən sözü yığışırıq. Deməli, bu da zərfdir. Yığışırıq feilinə bağlıdır. Cavab B variantı idi. Keçdik 14-cü suala. İşarələmiş sözlər hansı nitq hissəsinə aiddir? Əzizim kəlmə-kəlmə, sözün de kəlmə-kəlmə. Bax, sözün de kəlmə-kəlmə. Bax, kəlmə-kəlmə sözünə ilə bağlıdır, feillə bağlıdır. Nə tərzdə de, kəlmə-kəlmə de. Yəni tərz hərəkət zərfidir və feillə bağlıdır. Oturaq xəlvət evdə, danışaq kəlmə-kəlmə. Yenə də kəlmə-kəlmə sözü danışaq feilinə bağlıdır və zərfdir bunlar. Ondan sonra işarələmiş sözlər hansı nitq hissəsinə aiddir? Əzizim gündə dara, zülfünü gündə dara. Nə vaxt dara? Dara feildir də, düzdürmü? Hərəkət bildirir. Nə vaxt darasın? Gündə. Daha da leksik şəkilçidir. Çəkdilər gündə dara. Deyir bülbülü güldən ötürü. Çəkdilər gündə dara. Deməli, bura baxırıq ki, nə vaxt dara çəkiblər bu bülbülü? Gündə, hər gün mənasında yəni. Deməli, zərf götürək də bunu elə cavabını. 16-cı suala baxırıq. Cümlələrdən birində düz sözü zərf kimi işlənmişdir. Deməli, düz sözü hərəkətlə bağlı olmalıdır ki, zərf olsun və suala cavab verməlidir. Necə sualına. Düz yol sifətdir. Variantın üzərinə keçdik. Çünki ismlə bağlıdır da bu. Dağlarda əhatə edilmiş bu düz maralların məskənidir. Burada düz düzənlik mənasındadır. İsimdir yəni burada. Bu nə sifətdir, nə də zərfdir. Sonra maşın evimizin düz qabağında, bunun yerinə biz lap yaza bilərikmi? Bəli. Deməli, burada ədat sayılır. Ədat. Suala da cavab verməyəndə ədat deyirik biz buna. Sonra kəklik xanım şamları güzgünün qarşısında düzdür. Burada düzmək feilidir. Keçdik variantın üzərində. Nailə, gəl əyri oturaq, düz danışaq. Deməli, düz danışaq sözü necə danışaq? Hərəkətlə bağlıdır və burada deyirik buna zərf. E variantı. Ondan sonra zərflərin birində ismə məxsus əlamət var. İsmə məxsus əlamət deyəndə, yəni cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, yəni bunları demək istəyir də. Baxaq görək. Qapı qəflətən döyüldü. Burada ismə aid heç bir şey görmürəm. Zərf var, amma ismə aid heç bir şey yoxdur burada. Sonralar bu haqda çox danışılacaq. Nə vaxt sonralar? Burada lar şəkilçisini görürük. Elə B variantında götürək. Çünki zaman zərfin yanına lar şəkilçisi var. Cəm şəkilçisi. Bura yer zərfidir, amma heç ismə aid heç nə yoxdur bunun yanında. İndi düşünüləsi və qərar veriləsi məsələlər çoxdur. Burada bir dənə zərf var, o da indi zaman zərfidir. Heç nə yoxdur bunun yanında ismə aid. Kəndin yaxınlığında dalbadal atəş səsləri eşidildi. Dalbadal eşidildi sözünə bağlıdır. Deməli, zərfdir, amma ismə aid heç nə yoxdur buna. Deyək ki, bu sözdə ismə aid heç bir əlamət yoxdur. Keçdik 18-ə. Hansı cümlədə zərf ismə məxsus şəkilçi qəbul etmişdir? Zərf ismə məxsus şəkilçi qəbul edilib. Duman çəkildikcə irəlini, bax buradadır. Təhsilli hal şəkilçisini qəbul eləyib. Deməli, A variantını yazmaq olar. Yer zərfi təhsilli hal şəkilçisini qəbul edib və isimləşən zərf sayılır bunlar. Təsirli hal, mənsubiyyət şəkilçisi, cəm şəkilçisi, yəlik hal şəkilçisi qəbul edəndə yer zərfləri isimləşmə hesab olunurdu.
Ondan sonra müğənni rast muğamını həvəslə oxudu. Deməli, bu həvəslə zərfdir, tərz hərəkət və ona ismə aid heç bir şey görmürük bunda. Heç bir şəkilci zad görmürük. O şəhərdəki xoş xatirələri haqqında sevinclə danışırdı. Sevinc mücərrəd isimdir, ladır zərf şəkilçisidir burada. Burada da həmçinin. Deməli, buna ismə aid heç bir şey yoxdur bu sözdə. Ona görə keçdik. Ondan sonra yavaş-yavaş payız qısa çevrilir. Yavaş-yavaş sözü zərfdir, tərz hərəkət və ismə aid heç bir şey yoxdur bunda. Ona görə variantın üzərindən keçirik. Onlar stolun ətrafında üzbəüz oturmuşdu. Bir dənə zərfimiz var, o da üzbəüz sözüdür. Deməli, ona ismə aid heç bir şey yoxdur burada. Keçdik variantın üzərindən. Zərf hərəkətə aid olduğu kimi digər nitq hissələrinə də aid olub, onu müxtəlif cəhətdən izah edir. Deməli, hökmünü təsdiq edən cümləni müəyyən edin. Yəni ki, biz zərfin hərəkətlə bağlı olmadığı bir variantı tapmalıyıq. Baxaq, burada indi zərfimiz var. Nəyə aiddir? İndi bildirirəm. Bax, hərəkətlə bağlıdır. Düzdür? Ona görə də variantın üzərinə keçdim. Deyir ki, bu hökm zərf digər nitq hissələrinə aid olsun. Feilə yox, başqa nitq hissələrinə aid olsun. Meydanın qərb tərəfindən bulud kimi toz qalxdı. Baxaq, zərf haradadır burada? Heç yerdə. Zərf yoxdur burada. Cümlədə zərf yoxdur. Güclü yağışa düşdüyü üçün uşağın paltarı tamamilə yaş idi. Biz görürük ki, tamamilə miqdar zərfimiz var burada və tamamilə sözü yaş sifətinə bağlıdır. Düzdürmü? Ona görə biz C variantını rahatçılıqla götürə bilirik. Yəni, zərf feilə bağlı deyil də burada. Az danışıb. Deməli, görürük ki, az zərfimiz danışmaq feilinə bağlıdır. Variantın üzərinə keçirik. Uşaq yuxarıdan anasına əl edirdi. Biz görürük ki, yuxarıdan yer zərfimiz əl edirdi feilinə bağlıdır. Bu variantın üzərindən keçirik. 20-ci suala baxaq. Deməli, Əhməd yavaş-yavaş qapıya yaxınlaşdı cümləsində altına xətt çəkilmiş sözün qrammatik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Yavaş-yavaş sözü yaxınlaşdı feilinə bağlıdır və zərfdir, tərz hərəkət zərfidir. Və mürəkkəb zərfdir özü də. Eyni sözün təkrarından yaranıb. Quruluşca mürəkkəb zərfdir, bəli. Bizə nə lazımdır? Səhv. Ona keçdik variantın üzərinə. Eyni sözün təkrarı ilə yaranmışdır, bəli. Tərz hərəkət zərfidir, bəli. Cümlənin təyinidir, yox. Zərf necə? Zərf olur. 2 dənə zərf təyin olur. Söz düşmüşkən deyim. Yuxarı, bir də aşağı. Bu iki yer zərfi deməli təyin ola bilir. Yəni, yeganə zərfdir ki, bunlar təyin olur. Məsələn, deyir ki, yuxarı mərtəbə. Əslində, zərf təyin olmur. Amma bu iki söz ola bilir. Təyin ola bilir, yer zərfi də ola bilir. Yəni, təyin də ola bilir. Yuxarı mərtəbə hazır oldu, məsələn. Bu nümunəyə baxaq. Hazır oldu. Nümunəsində hazır oldu xəbərimiz. Hara hazır oldu mərtəbə? Hansı mərtəbə? Yuxarı mərtəbə. Belə deyir ki, məsələn, aşağı sözündə yazaq, nə idi? Təyin kimi yazmıram bu dəfə. Aşağı, deməli, getmə. Burada isə aşağı getmə. Haraya getmə? Burada yer zərfliyidir. Çünki feillə bağlıdır. Belə. Deyir ki, cümlənin təyinidir. Yox, təyini yoxsun ki, zərflidir. Zərfliyidir. Səhv cavab kim bunu? Necə sualına cavab verir? Necə yaxınlaşdı? Yavaş-yavaş. Bunu da keçdik. Bir nümunədə zərf hansı sualına cavab verir? Həmin məsələdə yuxarı sözünü bayaq izah elədiyim var idi. Hansı sualına? 2 dənə zərfdir ki, yuxarı aşağı. Harada da o variantdır? Burada. Yuxarı dairələrdə. Hansı dairələrdə? Yer zərfidir, amma təyin vəzifəsindədir. Götürürük bunu. Deməli, hansı cümlədə zərf feili sifətə aiddir? Zərf feili sifətə bağlı olsun. O iclasda çox danışdı. Deməli, çox zərfdir, amma danışdı feili sifət deyil, axı xəbər şəklində olan sözdür. Keçdik. Az danışmaq, az zərfdir, amma maq, məslərə aid olan nədir adı zərfdir. Əla oxuyaraq məqsədinə nail oldu. Əla zərfdir, tərz hərəkət. Amma oxuyaraq, araq burada feili bağlama şəkilçisi var burada. Feili bağlamaya aiddir. Variantın üzərinə keçdik. Çox istəyən, çox deməli zərfdir, kəmiyyət zərfi. Amma istəyən ən feili sifətinə bağlı olduğu üçün bunu götürərik. Qapı qəfildən açılanda hamı dönüb baxdı. Deməli, qəfildən zərfdir, tərz hərəkət. Amma açılanda feili bağlamasına aiddir. Ona görə götürmək olmaz bunu. 23. Hansı cümlədə 2 zərf işləmişdir? Həmid sakitcə dayanıb, biri sakitcədir. Necə dayanıb? C orada ədatdır. Söhbətin necə qurtaracağını gözləyirdi. Necə sual əvəzliyidi.
Bir dənə zərf var bu cümlədə. Nərgiz bilirdi ki, indi zaman bu barədə danışmaq gecdir. Bir də burada. Bəli, gecdir, tezdir, bunlar da zərf sayılır. Deməli, biz bunu götürə bilərik elə. Nihad indicə, biri indicədir. Qaça-qaça feili bağlamadır. A, ə. Təkrarlanan feillərə A, ə şəkilçisi qoşanda feili bağlama yaranır. Bir dənə zərf var burada. Qoyunlar birdən-birə geri döndü. Biri bu, birdən-birə nə tərzdə? Tərz hərəkət. Bir də geri yer zərfi var. Bir də üzü yuxarı yer zərfi var burada. 3 dənə zərf var burada. 3 dənə. Ona görə keçirəm variantın üstünə. Bizə nə lazımdır? 2 dənə. Deyir, atalar deyib ki, özgə atına minən tez düşər. Bu tez. Başqa varmı? Deyib, özgə atına minən. Yoxdur başqa. Keçdik variantın üstünə. Deməli, hansı cümlədə 2 zərf işlənmişdir deyir. Həmin məsələdir bu da. Çox çəkmədi ki, Mirzə Süleyman yanaşı oturduğu oğlanla söhbətə başladı. Yanaşı. Bir dənə zərfimiz bu. Deməli, başqa yoxdur. Bizə 2 dənə lazımdır. Əkbərgil axşam gəldilər. Biri bu zaman. Və gün çıxanda getdilər. Yoxdur burada. Gün çıxanda feili bağlama tərkibi deyilik buna. Zaman zərfli idi, amma zaman zərfi deyil bu. Ona görə keçdik variantın üzərinə. Müəllim siyahıdakıları tələsmədən, mədən var burada, feil bağlamadır, o heç bizlik deyil. Ad-ba-ad, bir dənə zərfimiz var, o tərz hərəkət zərfi, ad-ba-ad, mürəkkəb zərf, başqa yoxdur yəni burada, 2 dənə yoxdur. İbrahim heç bir sənədə ötəri baxmazdı. Necə ötəri? Biri bu, zərfimiz, hamısını bir-bir diqqətlə nəzərdən keçirərdi. 2 dənə zərf var arda-arda. Bir-bir nəzərdən keçirərdi, diqqətlə nəzərdən keçirərdi. Deməli, 2 dənə zərf var burada, bir də burada. 1, 2, 3 dənə oldu. Sonra imzalayardı, hətta bir də burada. Sonra 4 dənə zərf var cümlədə. Yox, bu da olmaz. Aydın onu çəpəki süzərək bircə dəqiqə deməli, haradasa səhvə yol vermiş. Aydın onu, aydın yox, çəpəki. Biri budur, tərz hərəkət. Süzərək, ərək bu feil bağlamadır. Gülə-gülə, bu da təkrarlanan feillərə qoşulub. Bunlar bir dənədir burada, bu cümlədə bir dənədir. A variantına baxım görüm. Çox, burada var ki biri, çox sözünə fikir verməmişəm keç. Çox sözü kəmiyyət zərfində feillə bağlıdır. Biri buradadır, bir də yanaşı sözdür. Ona görə A variantını götürək elə. A variantıdır cavab, daha doğrusu cavab. 2 dənə. Keçdik 25. Üzü yuxarı, üzü aşağı sözləri üçün ortaq cəhətdir. Baxaq. Hər ikisinin deməli quruluşca növü mürəkkəbdir. Üzü aşağı. Və hər ikisi mənsubiyyət şəkilçili sözün köməyi ilə yaranıb. Öz üzü deyə bilirik də. Deməli, quruluş götürdük. Hər ikisi mürəkkəbdir. Sual. Üz yuxarı getdi, üz aşağı getdi. Hara getdi? Bəli. 2. Ondan sonra 3'ə bax. Feili birləşmənin tərkib hissəsi ola bilməmək. Feili birləşmənin tərkib hissəsi. Məsələn, nə ki? Üz yuxarı gedəndə yadına düşdü. Feili birləşmənin tərkib hissəsində də feili birləşmə anda. Yəni bu səhv cavabdır. 3. Xətt çəkdik üstündən. İsmə aid qrammatik şəkilçi istifadə. Məsələn, üz yuxarı deməli ismə aid qrammatik şəkilçinin istifadə. Üz yuxarı, yuxarılar, üzü aşağıdan, üzü aşağıdan, üzü yuxarıdan olmadı. Üzü yuxarını, üzü aşağını nəsə düz gəlmir bu. Deməli, burada bir deyək ki, ismə aid qrammatik şəkilçidən istifadə. Bunu deyir. Deməli, burada mənsubiyyət var axı. Düzü, öz üzü, bayaq dedik axı. Öz üzü, mənsubiyyət şəkilçisi var, ikisində də var. Deməli, bunu götürürük. İsmə qrammatik şəkilçisindən istifadə. 4'ü götürək. Cavab kim? 1, 2, 4. Daha çox əşya ilə bağlılıq. Üz yuxarı getdi. Niyə ki, feillə də bağlıdır. Daha çox feillə də bağlı olur bu. Əşya ilə bağlı olmur, özü birbaşa feillə bağlı olur. Bu heç ikinci dərəcəli üzv yerində çıxış etməmək. Əksinə, üz yuxarı, üz aşağı elə zərflik olur. Zərflik də ikinci dərəcəli üzvdə. Bunlar getdi. Burada deyir etməmək. 1, 2, 4 D variantı. Hansı nümunədə zərf işlənməmişdir deyir. Onun belə danışığı, belə nədir adı, əvəzlikdir. İşarə əvəzliyi, amma zərfi əvəzliyib. Onun belə danışığı ətrafdakılarda şübhə doğurur. Yoxdur zərf burada. A variantını götürək.
Hər kəsin dediyinə kör-köranə tərz hərəkət zərfidir və inanmaq feilinə bağlıdır. Burada var zərf yəni. Keçdik bura. Kəndə çatmağa azca qalmış. Bax, azca. Azca. Azca burada zərfdir. Keçdik üstündən. Şimal tərəfdən qəflətən güclü külək başladı. Qəflətən başladı. Feilinə bağlıdır. Keçdik. Bura vətəndir. Konkret yer ifadə eləmir. Bunu da keçdik. Hansı nümunədə zərf işlənməmişdir deyir. İşlənməmişdir. Atasını görəndə qeyri-ixtiyari ayağa qalxdı. Qeyri-ixtiyari zərfimiz var burada. Deməli, bunun keçdiyi üzərindən. O dəhlizdə, dəhliz isimdir. Var gəl edərək astaca nəsə danışırdı. Astaca danışırdı. Deməli, tərz hərəkət zərfi var burada. O keçdik variantın üzərindən. Elə çalışmaqla müsbət bir nəticə əldə edə bilməzsən. Necə çalışmaqla? Deməli, siz buna heç vaxt zərf və yaxud da sifət deyə bilmir. İşarə əvəzliyidir bunlar. Burada yoxdur hələ ki, müsbət nəticə əldə edə bilməzsən. Yoxdur burada. C-ni götürürük. Lal dinməz dayanmaq. Necə, nə tərzdə dayanmaq? Lal dinməz zərfdir. Oyunun sonuna azca qalmış. Azca sözünə baxıq. Nə qədər qalmış? Deməli, zərfdir. Hansı cümlədə zərf təyin vəzifəsindədir? 2 dənə. Yuxarı, bayaq dediyim kimi, aşağı. Baxaq, hansı cavabda var? D variantında. Çox dayanmırıq da. Deməli, hansı cümlədə zərf təyin vəzifəsindədir? Yuxarı, aşağı. Hansı variantda var? Tez baxaq, görək. Hadi, burada. A variantı. Ondan sonra bir dəqiqə, çayın yuxarı, zərf təyin vəzifəsindədir. Deməli, baxaq, görək burada təyindirmi? Yox idi. Çayın yuxarı sahilində əkin yerlər yox idi. Harada yox idi? Çayın, orada ismi birləşmə var, sahilləri. Deməli, götürdük bunu zərflik. Bu təyin olmadı ki. Baxaq, başqa deyək buradadır. Bir dənə təhlil eləyək, ən yaxşısı. Tanıyırdı kim? Cahandar ağanın aşağı kəndlərdə hamı. Kimi? Cahandar ağanın tamamlıq. Harada tanıyırdılar? Kəndlərdə yer zərfliyi. Bu da aşağıda təyin. B variantı. Bunlar heç. Deməli, B variantıdır cavabımız. Keçdik. Hansı cümlədə zərf mübtəda vəzifəsindədir? Zərf mübtəda vəzifəsindədirsə, kim nə hara sualına cavab verəcək? Daha doğrusu, hara sualına cavab verəcək, amma haraya sualına cavab verməyəcək. Ora gedən yol dağlardan keçirdi. Hara? Haraya gedən yol? Oraya. Deməli, deyir, ora gedən yol dağlardan keçirdi. Keçirdi nə? Yol. Mübtəda yoldur da. Burada, deməli, ora gedən. Bu sayılır nədir adı? Təyin. Ora gedən yol. Bu variantı keçdik. Ora çox baxma. Hara çox baxma, haraya çox baxma. İkisini verə biliriksə, zərflik. Keçdik. Ora çatanda bizə xəbər edin. Burada görürük ki, ora çatanda zaman zərfliyi vəzifəsindədir. Bunu da keçdik üzərinə. Ora minalardan yenicə təmizlənmiş ərazidir. Ərazidir xəbər. Harada ərazi? Ora. Yaxşı, haraya deyə bilərikmi bu söz üçün? Yox, mümkün deyil. Ona görə D variantıdır 30-da. Deyir, ayağın hara şeydir, nədir adı? Əvəzlikdir. Başın da ora. Başın harayadır? Bu şeydir də, bu dır şəkilçisinin ixtisarı var burada. Düzdür? Ayağın harayadır, başında. Bu deməli, bu xəbərdir. Keçdik üstündən bunu da. Hansı cümlədə zərf mübtəda vəzifəsindədir? Bütün günü ora-bura qaçır. Hara qaçır, haraya qaçır. Deyə bilirəmsə, bunu mən zərfli götürəcəyəm. Keçdik. Bura gələndə zaman zərfli idi. Onunla nə vaxt rastlaşmışam? Bura gəlməkdə məqsədim nədir? Hara gəlməkdə? Deməli, bura sözü müstəqil olaraq deyil, məqsəd zərfliyi kimi işlənib. Keçdik. Uşaqlar bura çox yerdən səfalıdır. Hara səfalıdır, hara? Bura. Deyə bilərəm haraya? Mümkün deyil. Ona görə D variantıdır. Buradakılar, dakını görürük. Burada sifət şəkilçisidir bu. Yad adam deyil, yoxdur. Hansı cümlədə deyir? 2 zərf işləmişdir. Birdən Səid hövülnak ayağa qalxdı. Hövülnak tərz hərəkət zərfliyidir.
Bizə birini tapdıq. Bir də burada birdən 2 dənə oldu. Ayağa qalxıb təlaşla bir də burada 3 dənə oldu keçdik variantın üstünə. Nəhayət deyir heç bu günorta qaldırıcı kran yükü ağır-ağır çəkib yuxarı qaldırdı. Günorta biri burada. Ağır-ağır ikincisi də burada. Üçüncüsü də burada yuxarı keçdik üstünə. Kənd bə kənd gəzə-gəzə kənd bə kənd yedinə dadı. Necə gəzə-gəzə kənd bə kənd. Bu biri bu. 12 gündən sonra ikisi birləşib bir-birinə. De bu. O sayılır bu nə? Qoşma. İkisi bir-birinə belə suala cavab verir. Gəlib şəhərə çatdılar. Bir dənədir ki burada. Bir dənəsə keçdik üstünə. Deməli, əskərlər marş oxuya-oxuya Aə feili bağlama. Yoxdur hələ ki. İrəli bir dənə burada. İrəliyə doğru. Bu doğru qoşmadır burada. Yoxdur burada da. Gecə Qırat Koroğlunun hənirini duyan kimi dərhal qulaqlarını şəklədi. Nə vaxt şəklədi? Gecə zaman zərfinin biri burada. Hənirini duyan kimi dərhal bir də burada. Deməli, variantımız budur. 2 dənə buradadır. 33. Eyler-Venn diaqramına əsasən cümlələrdə fərqləndirilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin deyir. Nənə nəvələrini başına yığıb asta-asta nağıl danışırdı. Tərz hərəkət səhvi. Bir də deyir, Rüstəm kişi atı arabaya qoşa-qoşa, bu feili bağlamadır artıq. Aə, qoşmaq feilindən söhbət gedir. Deməli, burada asta-astadır. Burada da qoşa. Tərz mənası bildirir, deyir. Burada nə lazımdır? Uyğunluq. Yəni, doğru fikir. Deyir ki, tərz mənası bildirir. Hansı bildirir? Deyir, birə oxuyum. Nənə nəvələrini başına yığıb asta-asta nağıl danışır. Necə danışırdı asta-asta? Bu zərfdir. Deməli, bu ikincisi feili bağlamadır. Necə danışırdı? Sonra Rüstəm kişi atı arabaya qoşa-qoşa Cəlalı səslədi. Necə səslədi? Deməli, hər ikisi tərz mənası bildirirsə, A-nı yazaq bura. 2 nitq hissəsinin xüsusiyyətini daşıyır. Bu, məstər feili, sifət feili bağlama 2 nitq hissəsinin xüsusiyyətini daşıyır. Biz də baxırıq ki, ikincisi feili bağlamadır. Deməli, B-ni yazırıq bura. Sonra tərkib əmələ gətirmişdi. Tərkib əmələ gətirmək məstər feili, sifət feili bağlamaya aid olan məsələdir. Səslədi xəbər, təhlil edirəm. Kim? Deməli, Cəlalı. Cəlalı səslədi. Tamamlıq. Necə səslədi? Deyir ki, necə səslədi o? Atı arabaya qoşa-qoşa. Deməli, buradan buraya kimi gəlib feili bağlama tərkibi. Niyə bu atı sözünü qoşdum bura mən? Çünki atı sözü səslədi feilinə bağlı deyil. Yəni, əlaqəyə girmir. Əgər atı tamamlıq olsaydı, səslədi feili ilə məna cəhətdən əlaqələnmiş olardı. Ona görə tərkib əmələ gətirmək buradadır. 2-dədir. C-ni yazıram bura. Sonra, müstəqil olaraq zərflik vəzifəsindədir. Bəli. O birisi isə müstəqil yox. Özündən qabaqki sözlərlə birlikdə. Bu D-ni yazdıq bura. Sonra zərf deyir. Bunu da yazdıq bura. E-yə. Deməli, 1-ə D-E. 1-ə D-E burada da. C variantı. C variantı yazdıq. D33-ə yazdıq C variantı. Zərf haqqında yanlış fikir müəyyən edin deyir. Bəzi sözlər cümlədəki yerinə asılı olaraq zərf və əvəzlik kimi işlənə bilir. Zərf və əvəzlik kimi. Zərf və əvəzlik kimi. Necə heç ancaq zərf əvəzlik olur. Deməli, bu əvəzlik zərf olan söz mənə yadıma gəlmiş. Məsələn, bakın, elə belə sözünü yadda saxlayırsa, bu, məsələn, elə, oxu demək istəyirsə, əgər elə əvəzlikdir yenə də. Yəni, bu variantı mən səhv kimi götürürəm. Kəmiyyət zərfləri hərəkətin kəmiyyətini və dərəcəsini bildirir. Bəli. Nə qədər, nə dərəcədə sual var özdə hazır bunun. Bu heç. Düzgün cavabdır. Zərf cümlədə hərəkətə aid olmaya da bilər. Bəli, indi tezdir. Bax, indi tezdir. Bir-birinə bağlıdır zərflər. Başqa nitq hissələrlə də bağlı ola bilər. Fərqi yoxdur. Yəni, feillə, sırf elə bir şey yoxdur ki, həmişə feillə bağlı olsun. Bu da düzgün cavabdır. Mürəkkəb zərflər bitişik, defislə və ayrı yazılır. Bitişik olan, məsələn, addım başı, defislə olan tez-tez, ayrı olan bugün. Düzgündür. Zərf adətən feildən əvvəl işlənir, bəli. Çox vaxt belədir.
Deməli, verilən tələblərin üçünə də uyğun gələn zərfi işləndiyi cümləni müəyyən edin. Qurluqça sadə zərfdir deyir. Qurluqça sadə zərfdir. Hərəkətin kəmiyyətini bildirir. Cümlədəki yerinə asılı olaraq digər nitq hissəsi kimi də işlənə bilir. Sadə zərf olan xeyli sadə zərfdir. Sonra hərəkətin kəmiyyətini də bildirir özdə. Məclisə xeyli adam. Deməli, xeyli sözü adam sözünə bağlıdır. Bunu götürmək olmaz. Kəndimizin səhəri də axşamları kimi əsrarəngiz olur. Deməli, nə axşamları səhəri. Kəndimizin səhəri, bir də kəndimizin axşamları. Belə gedir də bu. Biri, iki dənə mübtəda. Deməli, burada heç nə yoxdur. Keçdik üzərinə. Çayın üstündən körpü salmaq barədə çox danışmışdılar. Deməli, çox miqdar zərfidir. Kəmiyyət zərfidir. Çünki feillə bağlıdır. İndi baxın, qurluqça sadə zərf hərəkətin kəmiyyətini bilir. Düz cümlədəki yerinə asılı olaraq digər nitq hissəsi də kimi işlənə bilər. Bəli, bir də deyirəm ki, çox kitab. Burada say olacaq. Burada say. Amma hal-hazırda isə zərfdir. Çünki hərəkətlə bağlıdır. C variantı. Ondan sonra zərf haqqında hansı fikir səhvdir? Səhər, axşam sözlər həm zərf, həm də isim kimi işlənir. Məsələn, səhər hamının xoşuna gəlir. Nə? Səhər. Bir də deyirsən, səhər gələrsən, zərf kimi də işlənir, axşam da onun kimidir. Doğru fikirdir, yəni 36. Zərflər həm təsvirlənən, həm də təsvirlənməyən feillərə aid olur. Bəli. Deyirsən ki, deməli, dərhal getdi, dərhal təsvirlənən. Bir deyirsən ki, dərhal gedəndə, yəni heç düzgün cavabdır. Təsirlik halda işlənən yer zərfləri cümlədə zərflik ola bilmir. Deməli, təsirlik halda olan söz cümlənin hansı üzvü sayılırdı? Tamamlığı sayılır da. Deməli, cümlədə zərflik ola bilmir. Təsirlik halda işlənən yer zərfləri cümlədə zərflik ola bilmir deyir. Deməli, deyir ki, oranı səliqəyə sal, məsələn. Səliqəyə sal. Nümunəsində biz baxırıq ki, bu n burada təsirli hal şəkilçisidir. Biz də demişdik ki, təsirli hal cümlənin ancaq tamamlığı olur. Onda həmin məsələ də burada, yəni düzgün cavabdır da bu. Nədir bu? Tamamlıq. Çox darı getdi. Keçdik. Casına zərf cəldən şəkilçidir. Bəli. İgidcəsinə. Doğru cavab. Kəmiyyət zərfləri nə qədər, neçə sayın sualıdır. Nə qədər, nə dərəcədə? Bunun sualı budur. Cədə. Ona görə səhv cavabdır. Zərf haqqında hansı fikir doğrudur? Dilimizdə ayrı yazılan mürəkkəb zərflər işlənmir. Deməli, ayrı yazılan mürəkkəb zərflər işlənmir deyirsə, nə ki işlənmir? Bugün. Bugün var ki, səhv cavabdır. Sonra bizə nə lazımdır? Doğru fikir, yoxsa səhv fikir yadından çıxdı. Doğru fikir lazımdır bizə. Deməli, bütün cümlə özü kimi təyin ola bilmir. Təyin ola bilmir deyirsə əgər, deməli, bayaq biz iki dənə istisna vermişdik. Dedik ki, zərflər təyin olmur, amma iki dənəsi ola bilir, yuxarı aşağı. Bu da o demək deyil ki, zərf təyin olur. Deməli, bu onda yoxsa istisnanı götürək, yoxsa yox deyəm, cavab baxım, doğrudur deyir də burada, düzdürmü? Doğrudur deyirsə əgər, istisna kimi götürsək, onda cavab bu olmalıdır. Bir dənə baxaq, hamısına baxaq bir dənə, bunu saxlayaq. Feillərə bəzən də digər əsas nitq hissələrinə də aid ola bilir deyir. Aid ola bilir. Feillərə bəzən də digər əsas nitq hissələrinə aid ola bilir. Bəli, biz bayaq dedim ki, zərf özünə də aid ola bilər. Nə bilim mən, ismə də aid ola bilər. Deyir ki, məsələn, səhər, deməli, səhər gələndə. Burada feilə bağlı oldu. Bir də deyirik ki, məsələn, igidcəsinə, məsələn, çəpəki sıralar, belə, çəpəki sıralar. Çəpəki sıralar xoşuma gəlmədi. Bax belə. Sıralar sözünə bağlıdır da, orada çəpəki zərfi. Deməli, sıralar da sayılır axı, nədir adı? İsim sayılır da. Ona görə də biz bu variantı deyir ki, bəzən də digər əsas nitq hissələrinə aid ola bilir. Bəli, bayaq da demişdik. Bütün nitq hissələrinə aid olur. Əsaslardan söhbət gedir.
Hə, onda bu %100 cavabdırsa əgər, o birisi isə səhv cavab kimi gedir də. Hə, çünki yuxarı aşağı. Yəni istisna söhbət deyil daha burada. Yəni zərf təyin ola bilir. Yox. Zərf təyin ola bilir cavabımız. Deməli doğru fikirdir. Bizə nə lazım idi? Yəni bir dəqiqə. Bizə də elə doğru fikir lazım. Bütün başım qarışdı. Doğrudur. Ha, burada ola bilmirdi də, ona görə şeydir, nədir adı? Ona görə səhv oldu. Ola bilir yəni. Keçdik 38-ə. Hansı cümlədə iki zərf işləmişdir? Artıq tikintidə daş işləri tamamilə qurtardı. Bir dənə burada tamamilə zərfini görürük, miqdar. Başqa yoxdur. Rövşən təlaşla mücərrəd ismə qoşulub, biri bu. Atasının üzünə baxdı və qorxa-qorxa feili bağlamadı. Qorxmaq feilinə Aə şəkilçisi qoşulub. Nəsə soruşmaq istədi, heç nə yoxdur burada, bir dənədir yəni. Nurlan indi, biri bu, başa düşdü ki, bu barədə danışmaq tezdir, ikincisi də bu. Deməli, götürürük biz 38-ci sualımızı cavab kimi. Gün batar batmaz bu feili bağlamadır, yəni sayılmır. İlkin tək tənha və zərfin biri budur. Bir dənədir bu. Qaça-qaça feili bağlamadır. Gələn uşaq birdən yerə yıxıldı. Bir dənədir burada. Hansı cümlədə iki zərf işləmişdir deyir. Nihad elə danışırdı ki, sanki tamamilə biri buradadır, iki dənə. Bu işdən xəbərsizdir, yoxdur. Elə sözü əvəzlikdir orada. Uzaqdan ara biri bu. Maşın səsi eşidir, bir dənədir də, yəni uzaqdan. Deməli, uzaqdan sözü var. Konkret yer ifadə edir mi? Uzaqdan, yaxından. Yox, konkret yer bildirmir. Yox, uzaqdan, hardan yəni. Birini də bunu götürək. Uzaqdan. Deməli, B variantını götürək. Amma uşaqlar hərdən biri buradadır. Yaxınlıqdakı sifətli məşəyə isimdir. Konkret yeri bildirir. Bunlar keçdi. Bir dənədir burada. Birdən biri budur. Əsmər cəld ikincisi. Qalxıb tələm tələsik üçüncüsü. Üç dənə oldu burada. Otaq isimdir. Aygül zümzümə edə bu feili bağlamadır. Et. Deməli, bunu keçdik üstündən. Otaqları isimdir, yığışdırır. Tez-tez. Biri də budur. Bir dənə deyilə. Cavab B variantı oldu. Hansı cümlədə iki zərf işləmişdir? Sənan gedəndən sonra ikisi birlikdə suala cavab verir. Nə vaxt gedəndən sonra? Bu sayılır qoşma. Abbas oturub xeyli işlədi. Xeyli bir dənə zərf var burada. Bizə iki dənə lazımdır. Süsən nənə illərdən bəri, yenə bəri qoşulub buna. Bəri zərf ola bilər, yeri zərfi. Amma burada yox. Çünki özünə qabaqına qoşulub. Yoxdur zərf burada. Cehiz verdi. Məmnuniyyətlə var ya, ikinci misrada. Məmnuniyyət mücərrəd ismini qoşulub. Amma bir dənədir də o. Yağış an-ban biri bu. Adamlar qaça-qaça feili bağlamadı. Daldalanmağa yer axtarırdılar. Deməli, yer axtardı da deyir adamlar. Sonra iki zərf işləmişdir. Bir an-ban güclənir. Adamlar qaça-qaça daldalanmağa yer axtarırdılar. Nə axtarırdılar? Yer axtarır. Yer isim kimi gedib burada konkret. Yer. Nə sualına cavab verir də? Yer zərfləri hara sualına cavab verir? Hara axtarırdılar demirik ki. Deməli, bu keçdiyi bu variantın üstündən. Deməli, sonra baxırıq. Artıq indi biri bu. Ceyhun rusca ikincisi. Yaxşı da üçüncüsü. Üç dənə oldu burada. Şiddətli külək, şiddətli sifətli. Ara biri budur zərfimiz. Pəncərəni zərblə. Zərb mücərrəd isimdir. Bu da ləş zərf şəkilçisi. İkincisi. Deməli, cavab Y variantıdır. Hansı cümlədə iki zərf işləmişdir? Axşamüstü biri budur. Çobanlar sürüləri örüşdən gətirirdilər. Örüş isimdir. Bir dənədir. İt birdən biri bu. Hürdüyü üçün uşaq qorxdu və ağlaya-ağlaya feili bağlamadı. A-əni görür, yəni təkrarlanan. Anasına tərəf qaçdı. Yoxdur. Bir dənədir yəni. Fəhlələr elə çalışırdılar, elə əvəzlikdir. Keçdik. Ki, planı 1-ə 2. Bu zərf sayılır. Yerinə yetirsinlər. Bir dənədir. Bayaq biri budur. Sakitcə ikincisidir. Dayanan uşaqlar danışa-danışa feili bağlamadı. İçəri üçüncü yer zərfidir. 3 dənədir. Bizə 2 lazımdır. İçəri biri budur. Hamının nəzərini qapı ilə üzböz ikincisidir. 2 dənə zərf var da burada E variantıdır. 42. Zərf haqqında fikirlərin biri səhvdir.
Deməli, deyir ki, zərflər ismi birləşmənin əsas tərəfi kimi çıxış edə bilmir. Niyə bilmir ki? Bax, yuxarı mərtəbə, yenə gəldik usullərin yanına çıxdıq. Yuxarı mərtəbə. İsmi birləşmədə də yuxarı mərtəbə. İndi nə deyir bu? Əsas tərəfi kimi, zərflər ismi birləşmənin əsas tərəfi kimi çıxış edə bilmir. Amma başqa işdə də görüm, deməli. Məsələn, kəndin aşağısı, ən gözəli. Kəndin aşağısı. Kəndin aşağısı. Burada nə deyib? Aşağı yer zərfidir. Burada ismi birləşmənin əsas tərəfidir. Əsas yəni ikinci tərəf. Deməli, səhv girdi bu. Götürdük. Zərflər cümlədə hərəkətə aid olduğu kimi digər əsas nitqçilərə də aid ola bilir. Bəli, bayaq demişdik bunu, aid ola bilir. Dostcasına, heyrətlə, qəsdən zərflərində şəkilçi vurğu qəbul etmir. Bəli, bu şəkilçilər vurğu qəbul etməyən şəkilçilər sayılır. Deməli, qəsdən burada, heyrətlə burada, dostcasına burada vurğu qəbul etmir. Açıq, gözəl, cəld zərfləri sifət kimi də işlənə bilir. Açıq pəncərə, gözəl insan, cəld hərəkət. Sifət də ola bilir. Gecə, gündüz sözlər isim kimi işlənə bilir. Bəli, nə sualına cavab verəndə belə sözlər isim sayılır. Gecə keçir, nə keçir məsələn. Keçdik. 43. Təsriflənməyən fe'li sifət, məstər, fe'li bağlama. Fe'li izah edən zərf hansı cümlədədir? Yayda zaman zərfi. Maral Rəhmanzadə Çalbayır dağlarında qonaq olardı. Yayda söz nəyinə bağlıdır? Qonaq olardı fe'ilinə bağlıdır. Və bu da fe'li məstər, fe'li sifət, fe'li bağlama deyil, təsriflənən fe'ildir və xəbər şəklindədir. Aslan yavaş-yavaş, baxaq nəyinə bağlıdır? Yavaş-yavaş gedir. Fe'ilinə bağlı. İrəli də gedir. Burada iki dənə zərfdir. Ara bir dənə, geri bir dənə. Zərflərə baxaq. Ara bir. Hamısı təsriflənən fe'lə bağlıdır bunlar. Keçdik. Savalanan qarı yayda diş göynədirdi. Yayda zərfdir. Yayda sözü göynədirdi fe'linə bağlıdır. O təsriflənəndir, xəbər şəklindədir. Otağa asla girdiyi üçün astaca demək üzr istəyirəm. Astaca bizim zərfimizdir. Bu da dığ üstəgəl mənsubiyyət şəkilçisi var. Di. Deməli, fe'li sifətlə bağlıdır da bu söz. Ona görə də bunu götürürük də cavab kimi. Təsriflənməyən fe'lə bağlıdır da. Kəndə gələndə, kənd isimli gələndə dostları ilə hökmən görüşərdi. Deməli, mütləq görüşərdi. Burada isə təsriflənməyən fe'l var. Amma ki, bu kəndi nəzərdə tuturlar. Kənd də isimdir. Hansı cümlədə zərf işlənmişdir deyir. Onun maraqlı həyat hekayəsi var. Maraqlı sözü maraqlı hekayə sözünə bağlıdır. Və həyat hekayəsi. Deməli, sifət sayılır. Keçdik. Qoy uzansın gecə, nə? Bax, mübtəda olacaq. Geciksin səhər, nə? Deməli, isimdir bunlar. Gecə və səhər sözləri. Samir gülə-gülə fe'li bağlamadı, təkrarlanan. Mənə yaxınlaşdı, yoxdur burada. Onunla dərsdən sonra görüşməliyik. Nə vaxt? Əgər dedik qoşuldusa bir-birinə bunlar, qoşma sayılır. Yoxdur burada. Az ye, bax, kəmiyyət zərfini görürük burada, götürək elə. Hansı cümlədə zərf işlənmişdir deyir. Çox alışıb, çox yanmayan, yenə də bax burada var. Çox sözü işlənmişdir deyirsə, çünki kəmiyyət zərfi işlənir burada. Deməli, keçdik 46-ya. Deməli, 46-da deyir ki, hansı cümlədə zərf işlənməmişdir? Hər şeyə kör-köranə, bir dənə var zərfimiz burada. Kör-köranə olmaz fe'ilinə bağlıdır. Deməli, bunu keçdik. O çay içə-içə fe'li bağlama var burada. Söhbətini davam etdi. Yoxdur burada. Götürdük. Həyətdə isimdir. Bir dəstə uşaq həvəslə mücərrəd ismə qoşulub həvəs. Zərf sayılır. Deməli, keçdik. Qatar stansiyaya çatar-çatmaz fe'li bağlamadır. Armaz, ərməz. Deməli, fit səs eşidildi. Burada yoxdur zərf. 2-4. Qardaşım gülə-gülə fe'li bağlamadı, təkrarlanan. Atama yaxınlaşdı. Deməli, 5-i də götürürük. Yoxdur burada. 2-4-5 cavabı oldu. Hansı cümlə zərf işlənmişdir deyir. Zərf işlənmişdir. Yay vaxtı, deməli, yay vaxtı deyir olanda, yay vaxtı onlar bu səfalı kəndə gəlib dincəlirdilər. Baxaq, zərf hansıdır? Yay vaxtı.
yay sözü müstəqil. Nə zaman vaxtı deyə bilirik? Yox, onda zərf deyil. Yay isim gedir orada ilə. Nə zaman ikisi birlikdə zaman zərfli sayılır. O sayılmır. Onlar bu səfalı sifətdir, kəndə isimdir, gəlib yoxdur burada. O sevincək evlərinə doğru yeriyir. Necə yeriyir? Sevincək. Tərz hərəkət zərfinin biri burada. Doğru yeriyir. Asta-asta, biri də burada. Asta kök deyil. Nəsə deyirdi asta. Deməli, zərf işlənib də yəni götürək. Tarixi doğru dürüst yazmaq. Doğru dürüst tərz hərəkətdir, mürəkkəb və yazmaq feilinə bağlıdır. Üçü də götürürük. Böyük dura-dura, kiçik danışmaz. Buna görürük ki, dura-dura, durmaq feilinə artırılan A-əni görürük. Yəni də feili bağlama sayılır. Və böyük, kiçik orada sifətlərdir. Keçdik. Hər tərəf başdan başa gül çiçəklə bəzənmişdi. Deməli, hər tərəf sözünü görürük. Biz burada hər tərəf başdan başa gül çiçəklə bəzənmişdi. Hara? Hər tərəf. Hər gün, hər an, hər tərəf. Yəni, konkret yer ifadə eləyirmi? Deməli, hər tərəf. Başdan başa. Deməli, hər tərəf sayılmır. Üzr istəyirəm, hər tərəf sayılmayacaq. Konkret yer söhbətindən getmir burada. Hansı tərəf? Hər tərəf. Deməli, burada gedəcək əvəzlik üstəgəl isim. Bu əvəzlik, hər təyin əvəzlik. Bu da tərəf də isim. Burada yəni yoxdur həllik. Ayrı-ayrı baxmaq lazımdır. Başdan başa mürəkkəb sözdür və bəzənmişdi feilinə bağlıdır. Necə bəzənmişdi başdan başa? Var zərfimiz. Gül çiçəklə sayılmayacaq. Çünki konkret isimdir. Bu, burada olacaq qoşma. Deməli, 5-i götürürük. Çünki başdan başa zərfimiz var idi. 2, 3, 5. 2, 3, 5. Deməli, keçdik. Hansı cümlədə zərf işlənmişdi deyir. Oqtay şairanə danışır. Biri bu. Bədii cümlə işlədir. Birinə başladıq. Bağda hava sərin idi. Bağ isim, hava isim, sərin sifət. Keçdik. Zeynəb hirslənərək ərək feili bağlamadı bu peç. Qışqırdı və ayağa qalxdı. Zərf yoxdur. Deməli, konsertdə isimdir. Orta cərgədəki şeydir, sifətdir. Ortada sifətdir. Yerlər isim, boş yedi sifət. Biz qəsdən dillənmədik. Necə dillənmədik? Qəsdən. Deməli, ən zərf şəkilçisidir. İşin sonuna gözlədik. 5-1-də. 1-5. Hansı cümlədə zərf işlənmişdi deyir. Deməli, zərf işlənmişdi deyirsə əgər, gecə düşdü, ulduzlar sayrışdı. Gecə sözü diqqətimizi cəlb edir. Baxaq görüm, nə zaman düşdü deyə bilirik? Yox. Nə düşdü? Mübtədadır. Yoxdur zərf. İpək tellərini səhər küləyi oynadırdı. İpək yox, tellər, səhər küləyi yoxdur. Səhər deməli, nə zaman sualına cavab vermədiyi üçün zərf sayılmır. Sabaha mənzilə çatmalıyıq. Nə vaxt? Sabaha. 3-ünə başladıq. Axşam yelinə qarışan oynaq bir musiqi onu diksindirirdi. Nə zaman yelinə deyə bilirik? Burada 4-də nə zaman yelinə deyə bilmirik ki, biz axşam sözü zaman zərfi götürək. Deməli, götürə bilmərik 4-ü. Yəni, yadda saxlayırıq ki, axşam belə sözlər nə zaman sualına cavab verməyəndə sərf sayılmır. Səhərlər kənddə olmağın öz ləzzəti var. Nə vaxt? Səhərlər. Götürdük. 3-5. Deməli, Ənvər yeməyini tez-tez yeyir, sanki bu saat buranı tərk etməyə çalışırdı. Cümləsindəki işlənmiş zərflə bağlı yanlış fikirləməni. Deməli, baxaq görüm, zərflə deyir. Bir dənə deyim, baxaq. Tez-tez yeyir, sanki bu saat buranı tərk etməyə çalışırdı. Həm də, bu saat da var ya burada, 3 dənə. Deməli, deyir ki, zərflərin hamısı zərflik vəzifəsindədir. Ənvər yeməyin tez-tez, zərflik. Necə yeyir, tez-tez yeyir. Tərz hərəkətdir bu. Bu saat zamandır. Nə zaman tərk etməyə çalışırdı? Buranı, sanki deyir, bu saat buranı tərk etməyə çalışırdı. Çalışırdı xəbər, düzdür? Nəyə çalışırdı? Bu saat buranı tərk etməyə. Deməli, bu saat sözü əgər zərflik olsa, çalışırdı feili ilə sərbəst əlaqələnməlidir. Deyir ki, bu saat çalışırdı, yox. Bu saat çalışmır deyə bu saat tərk etməyə çalışırdı. Bu saat sözü tərk etmək sözünə aiddir. Buranın sözü zərflik yox, tamamlıq ola bilərdi. Amma tamamlıq olmaq üçün də
müstəqil olaraq xəbərlə əlaqələnməlidir. Baxırıq ki, buranı çalışırdı, düz gəlmir. Ona görə tərkibə daxildir bunlar. Deməli, bunu götürmürük. Müstəqil deyir axı bu. Tərcih hərəkət zamanı deməli, zərflərin hamısı zərflik vəzifəsindədir. Səhvdir. Deməli, biri götürmürük. Biri götürmürük, o götürürük. Səhv lazımdır bizə də. Deməli, sonra deyir, arıcıl olaraq tərcih hərəkət zaman, zaman bu saatı demək istəyir. Bir də yer zərfi buranı. Yəni, işləmişdir, bəli. Keçdik, yəni doğru olduğuna görə. Zərflərdən ikisi quruluşca mürəkkəb, tez-tez mürəkkəb, bu saatda mürəkkəb. Biri sadədir, o da buranın sözü. Doğru cavabdır, yəni. Yer zərfi təsirli hal şəkilsi qəbul edir. D-nı deyir. Bəli. Zərflərdən ikisi feylə, biri isimə aiddir. Tez-tez yeyir, deməli, feylə bağlıdır bu. Bu saat tərk etməyə, bu saat buranı düz gəlmir ki bu. Hər üçü feylə bağlıdır. İkisi feylə, biri isimə aiddir. Hansı isimə aiddir? Bəlkə buranın sözünü nəzərət tutur bu isim sözünü. Bu saat buranı. Yox, mümkün deyil. Bu saat sözü tərk etməyə sözü ilə bağlıdır. Buranın sözü tərk etməyə sözü ilə bağlıdır. Tərk etmək də feildir. Hər üçü feillə bağlıdır. Ona görə səhv cavab kimi 5-i də götürürük. Deməli, oldu 1 ilə 5. Deyir, verilən tələblərin üçünə də uyğun gələn zərfi müəyyən edin. Verilən tələblər. Qulluqca sadə zərfdir. Deməli, qulluqca sadə zərfdir. Hərəkətin icra edildiyi zamanı bildirir. Cümlədəki yerindən asılı olaraq digər nitq hissəsi kimi də işlənə bilir deyir. Baxaq. Geri sadədir. Təhlilliyə görə gələ bilir. Sonra sadədir. Bildir. O da sadədir. Düz. Hamısı sadədir olar. Heç. Kök və şəkilçi baxımdan. Deyir, hərəkətin deməli üçünə də. Hərəkətin deyir, 2-ni oxuram. İcra edildiyi zamanı bildirir. Geri olmaz. Zaman bildirməz. 2 bildir. Düz də yox. Bayaq. Sonra cümlədəki yerinə asılı olaraq digər nitq hissəsi də kimi işlənir. Sonra qoşma da ola bilər. Bildir feil də ola bilər. Bildir olanda, vurğu burada olanda zaman mənası bildirir. Bildir olanda isə feil olur. Bayaq sözü, deməli, bayaq sözünü deməli, bayaq yerinə asılı olaraq digər nitq hissəsi kimi də işlənə bilir. Bayaq. Bunu ilişirəm. Bu olaraq ikisini götürdük. Yerinə asılı olaraq bayaq. Bayaq. Bayaq sözünün ağlı heç nə ağlıma gəlmir. Deməli, cümlə yerinə asılı olaraq digər nitq hissəsi kimi də işlənə bilir deyir. Sonra bildik. Bildik. Deməli, ancaq bayaq maddəsi. Bayaq, yox, bayaq olar o. Bayaq. Bayaq gələndə bu zaman zərfidir. Səndən bayaq. Bu qoşma kimi də ola bilmir bu söz. Ondan sonra bəs necə ola bilir? Fikirləşmək lazımdır bir dənə. Deməli, bayaq sözü zaman zərfi oldu. Fikirləşdik bunu. Ancaq ki, başqa nitq hissəsi kimi deməli, qayıtırıq bu hansı sözə? Deməli, burada bizim üçün var idi. Səhər, axşam sözləri var idi. O səhər, axşam sözləri isim kimi də ola bilirdi. Məsələn, deyir ki, səhər gələrsən. Bu zaman zərfi. Bir də deyir ki, səhər xoşuma gəlir. Məsələn, səhər maraqlı keçir. Nə maraqlı keçir? Məsələn, mübtəda vəzifəsində. Yəni, bura baxaq görürüm ki, məsələn, bayağın məsələn, deyək ki, hadisəsi yadımdan çıxmadı. Yadımdan, belə bir cümlə. Çıxmadı. Baxaq görün, burada nə ola bilər? Çıxmadı. Nə yadımdan çıxmadı? Bayağın hadisəsi. Nə zamanın hadisəsi demək ki, bayağın. Deməli, burada
isim kimi gedə bilər. Nə zaman sualına cavab vermirdi, yəni. Belə ola bilər. Məsələn, deyir ki, bayağımız belə tək işlədim. İndi deyə bilərik ki, burada söz birləşməsi kimidir də, yəni ona görə deyirik məsələn. Amma mən tək işlədəcəm indi bunu. Bayağımız yaddan çıxmasın. Yəni deyək ki, keçmiş zamanımız, yəni yaddan çıxmasın. Bu nəyə oxşayır siz? Dünənimiz yadımızdan çıxmasın. Belə məsələyə oxşayır. Orada da isimdir məsələn. Demərik ki, buradakı nə zamanımız yadımdan çıxmasın. Nə yaddan çıxmasın? Bayağımız. Mübtəda vəzifəsində işləndi? Hə, işləndi. Deməli, isim kimi ola bilir. Ona görə də belə bunu da götürmək olar cavab kimi. 2, 3, 5. Sonra 52-yə baxaq indi. 52-də zərflə bağlı doğru fikirləri müəyyən edin deyir. Deməli, cümlədə feillə bağlı olur və həmişə feilin yanında işlənir. Həmişə feilin yanında işlənmir, axı işlənməyə də bilər. Məsələn, deyirsən ki, səhər deyir ki, mənə yaxınlaşdı. İndi feilin yanında işlənmədi ki bu. Ona görə də səhər zərfdə nə vaxt mənə yaxınlaşır? Deyir, həmişə feilin yanında işlənir. Bu bir səhv. Məsdər feili, sifət və feili bağlamaya da aid ola bilir, bəli. Səhər gəlmək, səhər gələndə, səhər gələn. Üçünü də aiddir. Zərf düzəldən la və casna şəkilçisi vurğu qəbul etmir. Zərf düzəldən la, məsələn, bayaq şəkilçilər vurğu qəbul etmir. Deməli, bunu götürmək olar da onda. Çünki, məsələn, deyirik ki, igidcəsinə sözünə, igid, yəni cəsnəyə düşmür. Sonra deyir ki, inadla qorunur vətən. İnadla demirik ki, inadla. Deməli, bunlar vurğu qəbul eləmir. Bir də ən şəkilçisidir vurğu qəbul eləmir. Deməli, üçü də götürək düzgün cavab kimi. Cümlə üzvü kimi yalnız zərflik ola bilir, yox, bayaq qayıtmayacaq, təyin də ola bilir. Yuxarı və aşağı sözlər təyin də ola bilir. Ona görə bu səhv cavabdır. Axşam, səhər, gün orta sözlər həm isim, həm də zərf kimi işlənə bilir. Bəli. 2, 3, 5. Deməli, zərflə bağlı doğru fikirləri müəyyənləşdirin deyir. Deməli, baxaq indi bura. Cümlədə feilin təsriflənməyən formaların heç birinə aid olmur. Niyə ki olmur? Feil sifəti də, məsələdə feil bağlamaya da aid olur. Bizə doğru fikirlər lazımsa biri keçdik. Əsasən feillə bağlı olsa da feilin yanında işlənməyə də bilər. Bəli, bayaq deyib burada cümlə yazdım. Doğru fikirdir ki, zərf düzəldən şəkilçilər arasında alınma şəkilçilər də var. Zərf düzəldən şəkilçilər içərisində deyir, alınma şəkilçilər də var. Bəli, leksik şəkilçilər alınmada olur, milli şəkilçi də olur. Amma qrammatik şəkilçilər isə deməli, ancaq milli şəkilçilər olur. Deməli, zərf düzəldən şəkilçilərdən, məsələn, bu ahəng qanununa tabi olmayan bir dənə şəkilçi tapaq, məsələn, ən. Bir variant şəkilçi tapa biliriksə, əgər zərfdə bir variant şəkilçi tapaq, bir variantlı şəkilçilər deməli, alınma şəkilçilərdir. İstisnaları çıxmaq şərti ilə. Gil, daş, sal, şın, raq. Bunlardan başqa olan bir variant şəkilçilər alınma şəkilçilər sayılır. Məsələn, bu ən şəkilçisi zərf şəkilçisi olur da. Məsələn, mən bir dənə yazım bura, özü bir variant şəkilçidir. Daxil. Daxilən. Deməli, bir variant şəkilçidir və alınma şəkilçi götürə bilərik deməli. Üçü də götürək onda cavab kimi. Mürəkkəb zərflər yalnız bağ bitişdiricisi ilə işləndikdə bitişik yazılır. Niyə ki? Dil ucu. Onsuz da olur ki. Dil ucu tərz hərəkət zərfidir və bağsız, yəni bitişdir bir-birinə. 4 səhv cavabdır. İti, cəld, möhkəm sözlər həm zərf, həm də sifət olur. Bəli, iti qaçır zərf, iti addımlar sifət, cəld qaçır zərf, cəld adam sifət, möhkəm daş sifət, möhkəm qaçır zərf. Deməli, doğru cavabdır. 2, 3, 5. Sonra keçirik əldə. Hansı nümunədə işarələnmiş sözlər zərfdir? Bu söz üzə vurulan üzə. Burada isimdir. Bizə zərf olan lazımdır. Daha bu keçdik üstündən. Üzə sahilə. Üzmək sözündən söhbət gedir burada. Də feili bağlama şəkilçisi.
Deməli keçdik bunun üzərinə. Bir axşam bir üz-üzə oturmuşduq. Hə, üz-üzə zərfdir artıq. 2-ni götürə bilərik, 3-ü götürə bilərik. Üzbəüz oturub bunu da götürmək olar. O şıltaq ləpələrin qoynunda üzərək ərəki görürük. Burada götürmürük bunu. 2, 3, 4. 3-4'ü götürürük. Hansı nümunələrdə işarələnmiş sözlər zərfdir deyir. Ocaqdakı sonuncu kösövlər də yana-yana. Yanmaq feilinə Aə şəkilçisi qoşulub. Yenə də feili bağlamadır. Götürmürük. Bizə zərf olan lazımdır. Mən bunları sənə ürəkdən yanaraq, arağı görürük. Burada feili bağlama şəkilçisi götürmürük. Bağdakı oturacaqların birində yan bayan zərf kimi götürə bilərik bunu. Yan yana bunu da götürə bilərik. Son tapşırıqlarını verib yan otağa keçdi. Hansı otağa keçdi? Bu zərf sayılmaz artıq, sifət sayılır. 3-4 deməli baxaq görək. Bundan sonra 56, 57, 58, 58 tapşırıq var burada. Deyir ki, zərflə bağlı doğru fikirləri müəyyən edin deyir. 56-cı tapşırıqda. Bütün cümlə özləri vəzifəsində işlənə bilir. Bəli, bütün cümlə özləri vəzifəsində işlənə bilir. Digər nitq hissələrinə fərqli olaraq ismin xüsusiyyətlərini daşıya bilmir. Əksinə, yer zərfləri ismin xüsusiyyətlərini daşıya bilir. Deməli, təsirli hal, yiyəlik hal, mənsubiyyət və cəm şəkilçisi qəbul edəndə ismin xüsusiyyətlərini daşıyır, isimləşir yəni. Zaman zərfləri həmişə hərəkətə aid olur. Zaman zərfləri hərəkətə aid olmaya da bilər. Məsələn, deyir ki, səhər, məsələn, indi vaxtdır. Vaxtdır. Vaxt deyir ki, zərf deyir ki, isimdir, düzdür. Burada deyir ki, həmişə özləyib hərəkətə aid olur. Həm hərəkətə yox, ismə də aid ola bilir. Deməli, səhv cavabdır, üstünə xətt çəkir. Həm təsvirlənən, həm də təsvirlənməyən feillərə aid ola bilir. Bəli, həm təsvirlənən, həm də doğru cavabdır. Köməkçi nitq hissələrinə qoşma və ədat ilə omonim yarada bilir. Qoşma ilə əvvəl, sonra, qabaq sözlər, məsələn, bu tipli sözlər yaradır. Bir də ədat ilə, məsələn, çox. Deyir ki, çox gözəldir, məsələn. Burada çox sayılır. Sifətin qabağında olan da ədat. Bir də deyirsən ki, çox qaçdı. Burada isə sayılır zərf. Deməli, 5-i də götürə bilirik. Ondan sonra bütün düzəltmə sərflər zərfin özündən yaranır. Zərfin özündən yaranmaya da bilir. Məsələn, birlikdə, deməli, deyək ki, bir dənə zərf yaradaq. Çəp, məsələn, çəpəki. Çəpəki. Deməli, bu əki zərf şəkilçisidir, düzdürmü? Bu çəp sözü zərfdirmi? Niyə zərf olsun ki? Məsələn, deyirsən ki, çəp göz. Çəp sözü nə olacaq? Sifət. Yəni, səhv cavabdır 6. Oldu 1, 4, 5. Hansı cümlələrdə zərf işlənməmişdir? Koroğlu xalqımızın tarixi qəhrəmanlıq eposudur. Tarixi qəhrəmanlıq sayılacaq sifət. Bir də yoxdur. Leyla anasının yanına qaçaraq araq, burada feil bağlama şəkilçisi, bu heç bizlik deyil. Sevincək, buradadır. Cək burada zərf şəkilçisi sayılacaq. Deməli, götürürük 2-ni. Gözüm görə-görə, burada A-əni görürük, təkrarlanan feilə qoşulub. Qocalır, anam yoxdur burada. Bu xəbəri eşidər, armaz, ərməz, feil bağlama şəkilçisini görürük burada. Keçdik üstündən. Arif sualları həvəslə, mücərrəd ismə qoşulan laləni görürük burada, götürürük. 2-5. Hansı cümlədə zərf işlənməmişdir deyir. Koroğlu şifahi xalq ədəbiyyatının ən dəyərli nümunəsidir. Dəyərli nümunə, dəyərli sifət sayılır, başqa yoxdur burada. İşlənməmişdir deyirsə, biri götürə bilərik. Ata handan hana, nə vaxt zaman zərfi gedir, bu 2-ni xətt çəkirik üstündən. Handan hana baxdı məsələn. Əhməd düşünə-düşünə feili bağlamadır, təkrarlanma məsələsi, götürmürük. Otaqdan çıxdı, otaqda isimdir, bağçaya tərəf qaçdı. Bu da isimdir. Deməli, 3-ü də götürürük, zərf yoxdur. Dərzi paltarı tikə-tikə. Deməli, tikmək feilinə əni artırıblar, feili bağlama şəkilçisidir. Bu 4-ü də götürürük cavab kimi. Əskərlər düşmənlə, məharətlə. Məharət mücərrəd isminə lə zərf şəkilçisi qoşulub və təzərkə zərfi yaradılıb. 1, 3, 4. Deməli, zərf mövzusunu bununla yekunlaşdıq. Bəyənməyi və abunə olmağı unutmayın.
Gələn dəfəki izahlarda görüşənədək. Sağ olun.